Ana, məndən dinlə yazdıqlarımı. Məktubum gec gedir o bir dünyaya. Orada da mı illər belə tez keçir? Orada da mı üsyan var bu dünyaya? Sən bizdən nigaran qalma, yaxşıyıq. Şükür, evim var, suyum var, aşım var. Bir təhər dünyada yuvarlanıram. Nə olsun, gözümdə biraz yaşım var. Səndən çox şey istəmirəm, sadəcə bircə misqal qoxun, birazca söhbət. Mən də uzaqdayam, amma nə fərqi? Sizsiz bu dünyanın hər yanı qürbət. Soruşma qohumu, soruşma yadı. Sizinlə bərabər evdən çıxan var. Hətta məzarının yerin bilməyən, qəbrinizə şəkillərdən baxan var. Dünya siz qoyub gedən kimi deyil, nehrə kimi min yol çalxalanıbdı. Nömrənizə zəng edirəm ara bir, qapınız tək onlarda bağlanıbdı. Hərdən istəyirəm nəsə soruşum, birdən yoxluğunu salıram yada. Gör, atam nə qədər sevirmiş səni, sənsiz 3 gün qala bildi dünyada. Atam necədir? Eviniz yaxınmı? Ona nazın keçirmi əvvəlki tək? Sənlə elə doldurmuşdu qəlbini, boşluğuna tab gətirmədi ürək. Biraz da sən söylə, necədir halın? Səni iməklədən ağrım bitdimi? Sizsiz çəkdiyim acının xəbəri söylə, o dünyada sizə getdimi? O boş evimizə heç qayıtmadım. Elə köz qoymusuz, buzum alışır. Sağ olsun, əmimlə bibim durmadan yerinizi doldurmağa çalışır. Səni yormayım, Allaha əmanət. Rəhimliyə bir yazı yaz, ovundur. Ya da yuxuma gəl, biraz dərdləşək. Bu cavabsız neçənci məktubumdur? Bu cavabsız neçənci məktubumdur?